Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin Ebil Kasimi Muhammedin el Mustafa ve alihi tahirin. Allahümme salli Günahların bağışlanması için, dünya ve ahiretin abad olması için Peygamber ve Ehl-i Beytine salavat zikrediyecek. Allahümme salli Həzrət Əli əleyhissalamın və Əhl-i Beyt üzvlərinin doğum günləridir, Rəcəb ayı, Şəban ayı mübarək günlərdir, mövludlarla doludur. Xeyirli, bərəkətli günlərdir. Allah bu günlərin xeyrin, bərəkətin Əhl-i Beyt şiyələrinə qismət eləsin inşallah. Həzrət Əli əleyhissalam elə bir imamdır ki, elə bir şəxsiyyətdir ki, onun haqqında illərdir araşdırmalar aparılır, şəxsi haqqında, şəxsiyyəti haqqında, kəlmələri haqqında və bugünkü günə qədər də yenə də tükənmir. Elə bir dənizdir, bu dənizin məhsulu bitmir ki, bitmir. Allah elə mərhəmət eləyib, elə ki, bugünkü günə qədər onun nuru sönmür. Bax, diqqət eləyin, bəzilər var tərəfli, bəzilər var iki tərəfli. Nə tutur? Bir tərəfli odur ki, bir mövzudur və yaxud bir hədis. O şiyələrin kitabında, başqa yerdə, başqa məzhəblərin kitabında bu hədisdən əsər əlamət nədir? Yoxdur. Və yaxud bir hədisin kitabındadır, şiyə kitabında bu hədisin əsər əlaməti yoxdur. Bunlar tərəfli mövzulardır. Sünni öz hədisinə əməl eləyir, şiyə də öz hədisinə əməl eləyir. Yəni, bu günə çatmışıq deyə sünni hədisi, şiə hədisi deyirəm, amma belə qayda qanun sünni və yolu ilə gələn hədislər eləyir, şiə əhd yolu ilə gələn hədislər əməl eləyir. Hər əməl eləyir. Öz deyən etibarlı saydığı yolu, elmi baxımından yanında. Bunlara deyilir tərəfli mövzular ki, onlarda başqası yoxdur, bizdə var, onlarda. Öz etibarlı saydığı əməl edir. Bəzi mövzular var, iki tərəflidir. Həm onlarda var sünni kitablarda, həm də şiə kitablarında öz təsdiqini tapır. Həmən o hədislərdən də biri Həzrət Əli əleyhissalamın haqqında olan hədisdir. Bunu geniş şəkildə inşallah əgər sabaha çatdırsam, sabah təqdim edəcəm. Əgər çatdıra bilməsəm, qalacaq 2 həftədən sonra inşallah. Deməli, Həzrət Əli əleyhissalamın haqqında İslam dinində belə bir cümlə var. Əliyyü qasimul cənnə və nər. Həzrət Əli insanları cəhənnəmə, cənnət bölən bir üstür. İlk başdan təbliğçilər cənnətə, cəhənnəmə insanları kim ayırır? Allah ayırır da. Yəni bu Allah Taala öz vəzifəsini insana mı verib? Nəuzubillah. Bu şirkdir, küfürdür, filandır. Belə deyək də, əgər oxumamısansa, rast gəlməyibsə, niyə əsəbləşib belə deyək də özünə ziyan eləyirsən? Dəlillər təqdim olunsun, sənin bir dənə qalacaq əlində bir şey təkzib eləmək. Ki, yox, mən bunların heç birinə inanmıram. Bunlar hamısı uydurmadı. Qiyamət günü Həzrət Əlinin əli sənin yaxın və yaxud Peyğəmbərin əli sənin yaxın. Çünki Peyğəmbərin kəlamını sən rədd eləmək üçün dəlil gəlməlisən. Bu dəlilə əsasən mən bunu neynirəm? Rədd eləyirəm. Bax, məsələn, mən Qurandan başqa heç nə qəbul eləmirəm. Quranın halalı halalımdır, haramı haramımdır.
Qurandan kənar nə varsa mənim üçün mənbə sayılmır, etibarsızdır. Buxari də yalancıdır, Koleyni də yalancıdır. Heç kimi qəbul eləmirəm. Yalnız Quran. Belə insanlar var, özlərini çaşdırırlar. Məsələn, onlar özünə niyə sual vermir ki, məsələn, Peyğəmbər əvvəlcə müəyyən istiqamətə qiblə olaraq üz tuturdu. Sonra onun üzü dəyişdirilir Kəbə istiqamətinə. Belə deyək də, müsəlmanların ilk qibləsi haradır? Deyir, Qüdsdür. Amma Quranda yoxdur. Quranda yoxdur. Amma bu var, Peyğəmbərin üzünün Kəbəyə döndərilməsi. Yəni, başqa yerə idi. Amma Kəbəyə döndərilmə Şətrəl Məscid-el Haram. Məscid-el Harama döndərmək mövzusu. Amma öncə haradaydı, o yoxdur. O yoxdur. Yəni, bu adam niyə özünə sual vermir ki, əgər mənə Quran yetirsə, mən bilməliyəm Peyğəmbər öncədən hara üz tutub namaz qılırdı, üz tutub dua eləyirdi, üz tutub qurban kəsirdi. Çünki qiblənin şərtləri var da, qibləyə olan mövzular var. İnsan ölürsə, can verirsə, onu üzü qibləyə uzatmaq lazımdır. Öldüsə, üzü qibləyə bastırmaq lazımdır. Və hər dəfə də bu durum fərq eləyir. Məsələn, can verənin üzü qibləyə olması arxası üstə uzadılır, ayağının altı qibləyə baxacaq, sinəsi yox. Ayağının altı qibləyə baxması üzü qiblə sayılır can verən insan üçün. Və bizdə çox təəssüflər olsun ki, can verməni asanlaşdıran süni müdaxilələr var. Məsələn, qusullu insanların can verən yanında olması dində qəbul deyil. İcazə verilmir. Amma hamı qusullu bir-iki nəfər ola bilsin çıxmaq şərti ilə, hamı qusullu, hələ can verənin özü də qusullu, yığışıb toplaşırlar, kədərlərini bağlayırlar, onun can verməsini çətinləşdirirlər. Qusullu adam can verənin yanında olmasına məsləhət görmürük. Deməli, qusullu insanlar başqa yerdə dayansınlar, qusulun alıb yerinə yetirənlərsə ölünün can verənin yanında dayansınlar. Yəni, bu çətinləşdirir. Bunlar belə deyək də, istəyirlər asanlaşdırsınlar, amma öz qusullu vücudları ilə işə nədir? Maniyə törədirlər. Asan işi çətinləşdirirlər. Deməli, Peyğəmbərin Qüdsə üz tutması Quranda nədir? Yoxdur. Yəni, ilk qiblə haradır? Quranda yoxdur. Yəni, bir nəfər soruşmayıb Peyğəmbərdən ki, ya Rasulullah, əvvəl hara idi, sonra və yaxud ilk müsəlmanlar ha tərəfə üz tuturdular. Biri demədi ki, biz hara üz tutmuşuq. Aydın? Yəni, Quranda açılmayan mövzular var, işarə var. Peyğəmbər üzü başqa yer idi, Allah əmr edir, dön Kəbəyə. O başqa yer haradır? Maraqlı deyir bizə. Özə bir il də yox, 2 il deyir, neçə il üz tutulub hənim istiqamətə, ibadət olunub, haradır, bilmirik. Mən Qurandan başqa heç nə qəbul eləmirəm. Eləmirəmsə, bu kilitli olaraq nədir? Qalacaq. Xülasətül kəlam fil məqam, belə deyək də, hər şey Quranda zahirində yoxdur. Hər şeyə Quran izah gətirib, o da Quranın zahirində nədir? Yoxdur. Hamısı bətnindədir. O bətni də Peyğəmbər və Əhl-i Beyt neynir? Açır. Hər halda, deməli, Həzrət Əli əleyhissalamın cənnət və cəhənnəmə insanları bölməsi bu Peyğəmbər kəlamında öz təsdiqini tapan məsələlərdən biridir. Bir neçə dəlil var, Hətta bu hədisin kəlməsini gizlədən alimlər də var. Həzrət Əlinin adını gizlədir, yazır rəculun, bir kişi. Qiyamət günü Peyğəmbərin ümmətindən bir kişi çıxacaq, bir kişi. Heç kim bilmirdi, o kişi kimdir. Bir kişi çıxacaq, insanları cənnətə, cəhənnəmə ayıracaq. Bir kişi. Həzrət Əli müsəlman deyir, Həzrət Əli xəlifə deyir, Həzrət Əli imam deyir, Həzrət Əli səhabə deyir. Heç olmasa onu bir səhabə kimi hörmət eləyində, adını niyə gizlədirsiniz ki? Bir kişi. Peyğəmbər ümmətində qoy o kişini tanıyaq, yox, adı da siliblər bir kişi, amma başqa kitablar silməyib. Həzrət Əlinin o şəxs olduğunu vurğulayır. Xülasə,
səhih sənəd hədislər var. Məzmun belədir. Yəni Həzrət Əlinin əzəmətini dərk eləmək istəyirsənsə, yəni bayaq dedim, bir tərəfli, iki tərəfli məsələlər var. Bu iki tərəflidir. Həm Əhl-i Sünnə mənbələrində öz təsdiqini tapıb səhihdir, Səhih Müslimdə və qeyrisindədir bu hədis və bizdə də digər bütün demək olar ki, hədis kitablarımızda bu hədis ya bu kəlmə ilə ya digər kəlmə ilə qeyd olunur. Məzmun eynidir. Deməli, hədis belədir. Həzrət Əli əleyhissalam Allaha and içir. And olsun, toxumu yarıb, içindən o cücərtini çıxardan Allaha. Peyğəmbər mənə vəsiyyət edib, mənə. Nə vəsiyyət edib, nə deyib Həzrət Əli əleyhissalama? Səni sevən mömindir, sevməyən nədir, hələ saxlayar. Deməli, Allahı sevirəm də, Allahı sevməklə, Peyğəmbəri sevirəm, onu ilə bəsdir də, mən elə bir Allah şeytana deyir ki, Adəmə mənə səcdə ilə, deyir başdır. Sonra deyir, Adəmə səcdə ilə, sənə elədim də bəs deyir. Yəni, iman neynə olma? Allahla kifayət deyir iman. Elədim də səcdəni. Adəmə niyə? Bax, həmişə problem burada olub. Adəmə niyə? Peyğəmbəri sevirəm, Allahı sevirəm, onların sevgisi imandır, amma Həzrət Əlinin sevgisi iman deyir. Bura çatanda yox. Peyğəmbər deyir ki, səni sevmək nədir? İmandır. Bəs sevməmək nədir? Peyğəmbər buyurur ki, nifaq, münafiqdir şəxs. Bu qaydadır. İslam dinində əməl olunmayan, İslam dinində Peyğəmbər vaxtında da, Peyğəmbər dünyasını dəyişəndən sonra da bugünkü günə qədər əməl olunmayan Peyğəmbərin gətirdiyi qaydalardan biridir. Peyğəmbər qaydanı gətirib. Məsələn, Allah Quranda qaydalar qoyur. Dəstəmaz alanda üzüyü yu. Bu qaydadır. Sən, məsələn, belə deyək də, kürəyi yuya bilməzsən. Sən yuyanda nə edəcəksən? Üzüyü yuyacaqsan. Qayda budur. Ya İslam, ya da la İslam. İslam istəyirsən budur, istəmirsən nədir? Budur. Və yaxud su yoxdursa torpağı götür, sürt. Üzvə, əlvə. Belə gigiyen olar, belə təmizlik olar. Bu nə təmizlikdir? Cəmaat aya uçur, bunlar götürür, torpağı sürtürlər üzlərinə, əllərinə ki, qusul əvəzi, dəstəmaz əvəzi. Çünki Allah Quranda buyurur da, əgər su tapmadı, İn ləm təcidu ma'ən, su tapmasaz, ayənin məzmunu, kəlmə ilə məzmun deyirəm. Su tapmasaz, təyəmmüm edin. Təyəmmümü necə eləyək? Üz və əl. Torpağı götürürsən, üzvə sürdür. Kim üzünə torpaq sürtər? Ağlı başında olan, təmizliyə riayət eləyən, öz sağlamlığı qoruyan adam niyə üzünə torpaq sürtməli? Yoxdur da. Yoxdur. Niyə torpağa bulaşmalıyam mən? Əlim, üzüm, bahalı kostyumum, niyə mən torpağa batmalıdır? Bu nə dindir, nə... Hansı paçlıqdan danışırsınız siz? Cəmaat aya uçur, bunlar götürür, üzlərini torpağa sürtür. Kim su yoxdur, mən namaz qılacam, dəstəmaz əvəzi, qusl əvəzi, mən torpağa bulanmalıyam. Mənə belə İslam lazımdır. Yəni, qaydalar var. Xoşun gəldi də, gəlmədi də torpağa girməlisən. Su yoxdur, torpağa girməlisən. Başqa yol yoxdur. Yox, mən eləmirəm. Nə torpaq, su tapanda eləyəcəm. Elə şey yoxdur. Bu qaydadır. Ya İslam, ya da la İslam. Özü üçün xüsusi, öz İslamın Peyğəmbərisənsə o başqa. Ki, bu olar, bu olmaz, mənə olar, ona olmaz, sənə olar, mənə olmaz. Bu, şəxs özü Peyğəmbərdir, xəbəri də yoxdur. Özünün dini var, özü vəhiyləri, özü çatdırır. Əla kulli hal. Deməli, qaydalar var, onlara riayət eləmək lazımdır. İki tərəflidir, yəni həm Əhl-i Sünnə kitabındadır, həm də Əhl-i Şiyə kitabındadır. Bugünkü günə qədər bu qaydaya riayət olunmur. Yəni, Həzrət Əliyə nifrəti olan, Həzrət Əlini sevməyən adamlara Peyğəmbər münafiq deyir, amma indi müsəlmanlar həmin adama deyir ki, Allah ondan razı qalsın.
Yəni misal olaraq götürək məsələn Muaviyə ibn Əbi Sufyan. Muaviyə ibn Əbi Sufyan. Həmən bu şəxs heç vaxt kafir olanda da Həzrət Əlini sevməyib və şirk qoşununun imamı olub. Və diqqət eləyin, Quranda əimmetiz zəlalət, əimmetil küfür, küfür imamı, zəlalət imamı bu haqda heç kim danışmır. Kim olub? Əsas 2 nəfər olub. Əbu Süfyan, Muaviyə, Xalid ibn Vəlid. Bunlar hamısı şirkin, küfrün imamı olublar. Və Peyğəmbər qılıncla qapıya gəlib çatanda bunların qapısına orada Əşhədü ən la ilahə illallah Muhammed Rasulullah deyiblər. Yəni şirkin, küfrün 13 il imamı 14 il, 15 il, 20 il, 20 neçə il. Çünki axır günlərdə elə bir bunlar iman gətirdilər də 20 neçə il bunlar şirkə imamlıq ediblər. Küfrə imamlıq eləyiblər və Quranda olan o ayələr, bunlar o kəlmə deməklə öz mahiyyətini neynir? İtirir bunların fikrincə. Yəni ki, Allah küfr imamına, zəlalət imamına vədələr verib ki, belə eləyəcəm, elə eləyəcəm. Peyğəmbər qılıncla qapıya çatanda bunlar zahirdə 2 kəlməni deyirlər, ondan da o ayələr öz mahiyyətini neynir? İtirir. Bunların fikrincə. Tamam, bu itirsin. Kafir olan vaxtı Həzrət Əlini sevməyiblər. Çünki bütün nəslin, nəcabətin Həzrət Əli əleyhissalam qırıb bunların. Bu küfr imamları ki yoxdur, bunların elə bir adlı sanlı şəxsiyyətlərini Həzrət Əli qatlayıb, büküb, tapşırıb torpağa. Həzrət Əliyə qarşı olan nifrətin səbəbinin, yəni ilk başında bu dayanır. İslam dayanmır. Çünki onların şəxsiyyətlərinin hamısını elə bir Həzrət Əli əleyhissalam əksəriyyətin o məhv eləyib. İslamı qəbul elədilər, yaxşı. İslam səndən nə tələb eləyir? Qaydalara əməl eləmək. Su yoxdursa, üzvü bulaşdıracaqsan nəyə? Torpağa. Ay, mənim köynəyim bulanar, mən nəfəsimə gedər, torpaq nədir, cəmaat əyğin qoyur, mən onu üzümə sürtəcəm, mən belə, mən elə şey yoxdur, elə sürtəcəksən. Qaydadır. Peyğəmbərin gətirdiyi qaydalardan da biri budur. Həzrət Əlini sevmək imandır, sevməməksə münafiqlikdir. Muaviyə Həzrət Əlini sevməyib. Sonra ev üzdə eləyərsiniz onları. Burada heç kim bir kəlmə danışmaz. Ev üzdə. Ged nə inirsən elə, burada olmaz. Mövzu biz danışırıq da. Qayda əməl olunub ya olunmayıb. Məsələn, Miqdad, Abdullah ibn Abbas, qeyrisi bu qaydaya əməl eləyib, amma Muaviyə əməl eləməyib. İndi Muaviyə deyirlər ki, Muaviyə səhabələrin qapısıdır, Muaviyədən Allah razı qalsın. Peyğəmbər deyir, mən və Allah razı deyilik. Niyə? Çünki Həzrət Əlini sevməyib. Bu dəlil varmı ki, sevməyib? Bəli, özü və hökmü altında olan hər bir şəxsə əmr edilmiş ki, Həzrət Əlini lənətləyin. Hətta eləməyənin yaxasından yapışırmış ki, ma mənəəkə, niyə eləmirsən? Səhih hədislərdir. Bu sevgidir ya nifrətdir. Peyğəmbər deyir, sevməyən münafiqdir. Peyğəmbər deyir, Muaviyə münafiqdir. İndi deyirlər ki, Muaviyədən Allah razı qalsın. Yəni, ya dininizlə gedin, ya da getməyin. Demirsən ki, mən Peyğəmbər sünnəsi ilə gedirəm, get də qardaş. Peyğəmbər sünnəsi budur ki, Həzrət Əli meyardır. İnsanları bölür cənnətə və cəhənnəmə. Sevdin, bilginən ki, cənnətlidir. Sevmədin, bilginən münafiqsən, münafiq də cənnət üzü görür ya görmür. Burada çətin, qəliz bir məntiq varmı? Xeyr. Sadəcə olaraq Peyğəmbərə hörmətsizlik var. Peyğəmbər qaydanı gətirir, o qaydaya nədir? Əməl eləyən çox az insan tapılır. Yəni, Həzrət Əlinin Allah yanında qədri, qiyməti bax, budur. İnsanları cənnətə və cəhənnəmə neynir? Ayırır. Necə ayırır? Hədis var, dediyim kimi, qiyamət günü də şəxsin əlindən tutacaq. Sən cənnətlik, sən cəhənnəmlik.
və belə də əl tutmadan da ayrıma gedir. Sevənlər cənnətlidir, çünki onun sevgisi imandır və onun büğzü nədir? Münafiqlidir. Münafiq də tövbə eləməyənə qədər nədir? Cənnət üzü görməyəcək. Bu Həzrət Əlinin Allah yanında dəyərlərindən biri.